Salam, hər vaxtınız xeyirli olsun. Lövhədə də göründüyü kimi bizim mövzumuz Səfəvilərin Ərdəbil hakimliyi dövrünə aid olan döyüşlərdən danışacaq. Əvvəldən vaxt getməsin deyə əvvəlcədən həmin döyüşlərin xronoloji ardıcıllığını lövhədə qeyd eləmişəm. Əvvəlcə gəlin öyrənək ki, Ərdəbil hakimliyi dövrü nə vaxt yaranıb və hansı dövrə təsadüf edir. Bildiyimiz kimi 13-cü əsrdə Azərbaycan Monqol işğalına məruz qaldı və nəticədə 3 dəfə Monqollar Azərbaycana hücum elədilər və bu hücum Azərbaycanın işğalını başa çatdırılması ilə nəticələnmişdi. Məhz Səfəvilərin Sufi Dərviş ordeninin yaradılması, Səfəvilərin yüksəliş dövrü 13-cü əsrin sonlarına təsadüf edir. Yəni Monqol işğalı dövrünə təsadüf edir. Onu da deyim ki, bildiyimiz kimi həmin dövrdə, yəni 13-cü əsrin sonlarında Azərbaycanda Hülakülər, yəni Elxanilər dövləti hakimiyyətdə idi. Elxanilərin də hakimiyyət illəri bilirsiniz ki, 1258-ci ildən 1357-ci ilə qədərki dövrü əhatə edir. Şeyx Səfiyyəddin İshaq Əl-Musavi Əl-Ərdəbili həmin Səfəvi Dərviş ordeninin rəhbəri hesab olunur, müridi, daha doğrusu böyüyü hesab olunur və ondan sonra gələnlər, ardıcıllar isə onun işini davam etdirərək Səfəvilərin nüfuzunu yaymağa çalışırdılar. Və növbə, belə deyək də, Şeyx Cüneydə çatdı. Şeyx Cüneydin Səfəvi hakimiyyətində, yəni Ərdəbil hakimliyi dövründə onun nüfuzunun yüksəldiyini görən Cahanşah ondan Ərdəbili tərk eləməyi əmr eləyir və 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk edir. O, müxtəlif bölgələrə, Misirə, Suriyaya, Mesopotamiyaya gəzərək özlərinə çoxlu tərəfdar seçir. Hətta Qaraqoyunların düşməni olan Ağqoyunlarla yaxınlaşır. Həmin Bayandurlu sülaləsinin nümayəndəsi olan Həsən bəylə qohumluq əlaqəsi yaradır və Həsən bəyin bacısı Xədicə xanımdan ailə qurur və bu münasibəti daha da gücləndirir. Lakin 1460-cı ildə Samur çayı sahilində baş verən döyüş 1460-cı ildə Samur çayı sahilində Şirvanşah 1-ci Xəlilullah və Qaraqoyunlu Cahanşahın birləşmiş dəstələri ilə döyüşdə Şeyx Cüneyd öldürülür. Yəni, bu döyüşdə Səfəvilər məğlub olur. Təkrar edirəm, Samur çayı sahilində döyüş 1460-cı ildə baş verib. Bu döyüşdə Şirvanşah 1-ci Xəlilullah və Qaraqoyunlu hökmdarı Cahanşah birləşərək Ərdəbil hakimi olan Şeyx Cüneydi öldürürlər. Bundan sonra Ərdəbil hakimliyində vəzifə Şeyx Cüneydin oğlu Şeyx Heydərə keçdi. Şeyx Heydər də atası kimi Ağqoyunlarla münasibətləri daha da gücləndirdi. Hətta Həsən bəy Bayandurlunun qızı Aləmşah bəyimlə izdivac elədi, ailə qurdu və Həsən bəyin köməkliyi ilə 1470-ci ildə Ərdəbil taxtına da əyləşmişdi və bunun nəticəsində get-gedə Səfəvilərin nüfuzu artırdı. Onu da bir haşiyə kimi qeyd edeyim ki, məhz Şeyx Heydərin dövründə Səfəvilər qızılbaşlar adlanmağa başladılar ki, onlar öz başlarına əvvəlki türkmən papaqların başlıqlarının əvəzinə 12 imamın rəmzin olaraq 12 dənə qırmızı zolaqlı bir papaq qoymağa başladılar. Zolaqlı papaq qoyub və qızılbaşlar adlanmağa başladılar. Şeyx Heydərin Ərdəbil hakimliyindəki dövrü nisbətən uğurlu oldu. O, 1483, 87 və 1488-ci illərdə Dağıstana və Şirvana yürüşlər elədi. Onun 1483 və 1487-ci ildəki Şirvan və Dağıstan yürüşləri uğurlu olsa da, 1488-ci il məhz Şahdağ döyüşündə 1488-ci il o Şirvana və Dağıstana yürüş etdiyi zaman bir tərəfdən Şirvanşah hökmdarı Fərrux Yasar, digər tərəfdən Həsən bəy Bayandurlunun oğlu Sultan Yaqubun birləşmiş dəstələr tərəfindən məğlub edildi və öldürüldü. Təkrar edirəm, Şahdağ döyüşü 1488-ci ildə baş vermişdi. Döyüşdə qızılbaşlar, yəni Səfəvilər məğlub oldular. Kimə məğlub oldular? Bir daha deyirəm, Şirvanşah Fərrux Yasarın və Ağqoyunlu hökmdarı Sultan Yaqubun birləşmiş dəstələr tərəfindən məğlub edildilər və döyüşdə Şeyx Heydər öldürüldü. Şeyx Heydərin öldürülməsindən sonra Ərdəbil hakimi Şeyx Heydərin böyük oğlu, belə deyək, oğlu Sultan Əliyə keçdi
Həmin dövrlərdə də Sultanəli belə deyək və ilk qardaşları bərabər zindanda idi. Bildiyimiz kimi Rüstəm Mirzə hakimiyyətə gələndən sonra onları dustaqlıqdan azad eləmişdi. Lakin bir müddətdən sonra Ağqoyunlu hökmdarı Rüstəm Mirzə gördü ki, artıq Ərdəbil hakimliyi yenidən güclənir və bunun nəticəsində o 1494-cü ildə 1494-cü ildə hücum elədi və Şəməsi döyüşündə qızılbaşları, yəni Sultanəlini məğlub elədi və döyüşdə Sultanəli öldürüldü. Sultanəlinin öldürülməsindən sonra, bir müddət sonra, belə deyək də, Səfəvilər özlərinə gəldilər, toparlandılar və nəticədə Şeyx İsmailin dövründə, hakimiyyət Şeyx İsmailin dövrünə keçdi və Şeyx İsmail öz şeyxliyi, Ərdəbil hakimliyi dövründə artıq öz əvvəlki məğlubiyyətlərin əvəzini çıxmağa və qızılbaşları artıq Səfəvləri dövlətə çevirmək niyyətində idi. Və beləliklə də o ilk zərbəni, bildiyimiz kimi, ilk zərbəni Şirvanşahlara vurmağı öz öhdəsinə götürdü və beləliklə Cabanı döyüşündə 1500-cü ilin payızında qızılbaşların, yəni Səfəvlərin dəstəsi Şirvanşahlar üzərinə hücum elədi və döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü və Şamaxı ələ keçirildi. Bundan sonraki Səfəvlərin qarşısında dayanan iş Bakının ələ keçirilməsi idi. Onlar 1501-ci ilin yazında Bakını ələ keçirdilər. 1501-ci ilin yazında Bakını ələ keçirdilər və Bakını ələ keçiriləndən sonra Şirvanşahlar xəzinəsinin Səfəvlərin əlinə keçdi. Bildiyimiz kimi Şirvanşahların əvvəlki paytaxtı Şamaxıdan daha sonra 1192-ci ildə Bakı şəhərinə köçürülmüşdü və xəzinənin əsası həmin yerdə toplanılırdı. Və 1501-ci ilin yazında da Bakı ələ keçiriləndən sonra növbəti hədəf artıq Ağqoyunlular idi. Bildiyimiz kimi Ağqoyunlular 1500-cü il Əbhər sazişinə əsasən iki yerə, iki qola ayrılmışlar. Bir qoluna Əlvənd Mirzə, digər qoluna Murad Mirzə başçılıq edirdi və bunun nəticəsində Bakının ələ keçirilməsindən sonra Səfəvilər, yəni qızılbaşlar Şeyx İsmailin qoşunu Gülüstan qalasını, Şamaxı yaxınlığında Gülüstan qalasını mühasirəyə aldılar və oranı ələ keçirməyə cəhd elədilər. Lakin Təbrizdən gələn bir həyəcanlı xəbər Əlvənd Mirzənin hücuma keçməsi nəticəsində həmin o məşhur ifadəni İsmail öz qoşununa, öz müridlərinə, öz böyüklərinə, belə deyək, öz davamçılarına soruşdu, sual verdi ki, siz Gülüstan qalasını istəyirsiniz, yoxsa Azərbaycan taxtını? Təbii ki, hamı dedi ki, belə deyək, orada iştirak edən böyüklər, fikir ustadları bildirdilər ki, biz Azərbaycanı istəyirik, təbii ki, Təbrizi və bunun nəticəsində Gülüstan qalasını qoyaraq Şərur döyüşü baş verdi Ağqoyunluların birinci qolu ilə. Şərur döyüşü 1501-ci ilin ortalarında, yay ayına təsadüf edir. 1501-ci ilin ortalarında Ağqoyunluların birinci qolu Əlvənd Mirzə ilə İsmail qızılbaşlar arasında döyüş baş verdi və döyüşdə təbii ki, İsmail qalib gəldi və qızılbaşlar bu döyüşdə Ağqoyunluları məğlub elədilər və Ağqoyunluların birinci qolu süquta uğradı. Məhz 1501-in daha sonra İsmail Təbrizə gəldi və 1501-ci ilin payızında paytaxtı Təbriz olmaqla Səfəvilər dövlətinin əsasını qoydu. Hörmətli abituriyentlər və şagirdlər, diqqətli olun. Bəzən testlərdə belə bir şey yazır, Səfəvilər dövlətinin tarixinə aiddir və yaxud da aid deyil. Bu sadaladığımız döyüşlər heç birisi Səfəvilər dövlətinin tarixinə aid deyil. Səfəvilərə aiddir, amma Səfəvilər dövlətinin tarixinə aiddir. Çünki Səfəvilər dövləti 1501-ci ildə 1736-cı ilə qədər ki, dövrə əhatə edir. 1501-ci ilin payızından Səfəvilər dövlətinin tarixinə aid olanlardır. Yəni, bu sadaladığımız döyüşlər Səfəvilərin sadəcə Ərdəbil hakimliyinin tarixinə aid olan döyüşlərdir. Dinlədiyiniz üçün təşəkkür edirəm.